Salam hörmətli izləyicilər, salam Erxan bəy. Necəsiniz, nə var, nə yox? Teşekkür ederim. Siz nasılsınız? Hörmətli izləyicilər, Erxan bəyin bax bu yaşayış kompleksində Tbilisi Gardens. Burada bir gözəl mənzili var. Qiymətini də deyəcəm sizə. İzləmədə qalan like düymələrini biraz bol edin. Özün dinə qardaş, qiymətini dinə, başlayaq. Abi 210 bin dolar buranın kıymeti. Tertemiz bina. İsteyen insana verebiliriz. Hiç problem yok. Burası Asatyani Kuçası. Asatyani küçəsi Sabutalo'da yerləşir. Tiflisin ən elit əraziləri. Yəni burada yaşayan insanlar hamısı elit belə deyək də tanınmış adamlardır, biznesmenlərdir və s. və ilaxır. Kompleksimizdəki kompleksində video elə özü elə bax buranın hovuzuna bax bir dəqiqə görsənə. Evet, Tbilisi Gardens diye geçiyor. Tbilisi Gardens. 210 bin dolara da ha? Evet. Öyle mi? 215 bin dolar. 215 bin dolar. 5 dakika yürüyüş mesafesinde çok büyük mall var burada. Ha. Çok büyük business center var. Business Tbilisi Mall'a da yaxındır. Yəni əlaqə saxlayın, mənim nömrəm var. Mən sizə müəllimin, bəyin nömrəsini verəcəm, danışacağıq. Heç bir problem yox. Bax, birinci mərtəbədə aşağıda hovuzu var. Bir dənə çək görsət buradan. İçəri girməyə ehtiyac yox. Bütün şərait hamısı full vəziyyətdə. Bax, hovuzu. Havuzumuz var, spor salonumuz var ayrıca. Aha. Stomatolog kliniğimiz var gene burada. Sən indi bir dənə parkın çək. Parkımız çok büyük, orman gibi parkımız var. Park, ağaçlı, uşaqlar oynayır. Basketbol, futbol sahamız var. Belə deyək də, ekoloji təmiz yerdir. Çok temiz Çox burası. təmiz, Onun için geliyorlar çox buraya. təmizdir. Avtomobil saxlamağı, parkovkası, binanın altında klinikası. Hələ sizə indi mən giriş hissəsində göstərəcəm. Lifti, 4 dənə sürətli lifti var. İkisi səhv eləmirəmsə yük daşımaq üçündür, ikisi sərnişin. Hə, parkın çəkdiyini göstərdin. Bax burada tikilir yəni, bax belə. Amma bu mənzilimiz tam əşyalı, balkondan da ki sizə panoramanı bütün Tiflis əlivin içində. Bəli, orada bizim basketbol, futbol sahamız da var. Gedək, gəl. Buranın sakinleri için. Başla. Ha, bax futbol meydançası da var, hörmətli izləyicilər. Daha bundan artıq nə istəyirsiniz? Baseynası var, futbol meydançası var, altında klinikası var. Futbol həm də basketbol. Mənim də boyum uyğundur. Allah sənə xeyir versin, inşallah satarıq. İnşallah abi, inşallah hayrını görür Allah arkadaşlar. Amin. Gedək giriş hissəsində çəkək. Evet. Hörmətli izləyicilər, binanın altında uşaqlar üçün kafe də var. Gəl. Bir dənə baxaq. Здравствуйте, 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 здравствуйте. Вот, görürsünüz, kafe. Uşaqlar üçün, для детей. Bu da buranın işçisidir. Как вас звать? Little Beetle, наше кафе находится на первом этаже. Это детское кафе. На втором этаже находится детская зона, а внизу кофейная, то есть. Кофейная, да. Да, вы можете тут спокойно. Очень красиво. Тут у вас все есть для детей. И не только для детей, для взрослых. Для взрослых тоже. Qəşəng, əla, bəyənilsin. Ставим лайки. Лайки ставим, друзья. Благодарю, спасибо. Мы сейчас пойдем покажем и этот сам ресепшн и квартиру. Хорошо. Hörmətli izləyicilər, deməli buranın sakinidir, bax burada yaşayır, xarici vətəndaşdır. Okay. What's your name? My name is Tillman. Telman. Telman. Oo, Telman. Nice Telman. to meet you. Telman da adı. Revan. Baku. From Baku. Pleasure to meet you. Azərbaycan. And Mika. Oo, как? Mika. Mika. Ya yaxına itəcək. Mika. Bu da burada yaşayır, bu binada. Mika, say hello from Tbilisi. Nice to meet you all. Bəyənilsin. Hörmətli izləyicilər, baxın, dediyim kimi aşağıda klinika da var. Klinikası, parkovkası. İndi gedək sizə resepsiyon göstərəcəm. Abi, buranın panoraması da əladır ya. Bütün şəhər əlvizin altında. Evet. Super panorama. Evet. Oranı çək. Bütün Tbilisi görsənir. Evet abi. Burası Tiflis'in en güzel komplekslerinden bir tanesi abi. Adını bir də dinə. Erhan benim adım. Buranın sahibi benim. Birkaç tane yerimiz var. Bir tanesini satmak istiyoruz. Allah xeyir versin. Sağ olun abicim. Alana da Allah hayır versin. Amin. Burası çok güzel bir kompleks. Havuzumuz var aşağıda, spor salonumuz var. Daha çok zaten yabancılar yaşıyor burada. Yabancılar çok fazla burada. Yani Bahçemiz hariciler. var.
Tiflis'in en güzel yeri komplekti burası diyebilirim. Yani. Biz de Buranın burada panoraması əladır ya. Buradan oturub çay, kofeni qoy bura. Tamaşa ilə, seyr elə. Evet. Yani her şeyi kaliteli yapılmış buranın. Çok güzel bir yer burası. Deməli, ümumi sahəsi 51 kvadrat metrdir. Evet. Hörmətli izləyicilər, bura mətbəx studiyadır. Mətbəx mebeli də baba ilə yığılıbdır, səliqəli formadadır. Əşyalar qalırmı abi? Tabii eşyalarla Hamısı beraber. gördüyünüz bütün əşyalar qalır evin içində. Yəni hamısı da yaxşı, əla vəziyyətdədir. TV-stand, televizoru, hər şeyi var idi. Burada yataq otağıdır, hörmətli izləyicilər. Ümumi sahəsi 51 kvadrat metrdir. Baxın, görün nə qəşəngdir. Əla, gözəl. Burada sanuzeldir. Deməli, mənzilimiz yerləşir 29-cu mərtəbənin 20-ci mərtəbəsində. 4 dənə də sürətli lifti var. Evet. Sanuzelini göstərir. Burada giriş qapısıdır. Da bax, split kondisioneri, təhlükəsizliyi, hər bir şey qaydasındadır. İndi mən sizə o liftləri və s. hamısını çəkib göstərəcəm. Hörmətli izləyicilər, bu da receptiondur. Bax, gördüyünüz kimi. Tbilisi Garden. Mühafizə və s. Erhan bəy də söylədiyi kimi qiymət 215 min çıxartdıq, 215 min dollara. 210 min sonudur. Yəni incitməyin bizi. Gəl, burada da yekunlaşdıraq. Kim alsa Allah xeyir versin, əlaqə saxlayın. Sağ olun.